Hər birinizi salamlayıram, hörmətli iştirakçılar, hörmətli tələbələr, hörmətli Dövlət Məşğul Agentliyinin Peşə Hazırlığı Departamentinin əməkdaşları. Sizlərə təşəkkür edirəm vaxt ayırıb gəldiyiniz üçün, bizim bu maraqlı yarışda iştirak etdiyiniz üçün. Biz bu gün Handex olaraq Dövlət Məşğul Agentliyinin Peşə Hazırlığı Departamentinin təşkil etdiyi Peşə Hazırlığı iştirakçıları ilə bir yerdə çox maraqlı bir yarış təşkil etmişik. Əslində biz Peşə Hazırlığı Departamenti ilə uzun müddətli bir əməkdaşlığımız var. 2021-ci ildən sıx bir tərəfdaşlıq icra edirik və bu müddət ərzində bizim 200-dən çox müdavimimiz müvafiq müxtəlif peşələr üzrə bitirmiş və bitirdikdən sonra işlə təmin olunmuşdur. Bu tərz yarışların təşkil olunmasında da əsas məqsəd təbii ki, iş mühitində ən vacib məsələlərdən biri komandanın işləmə bacarığıdır. Biz Handex olaraq gedişat ərzində müəyyən texniki və biznes bacarıqları var ki, onları sizlərə aşılamağa çalışırıq. Ancaq təcrübə bunu göstərir ki, bunlardan ziyadə bizə lazım olan ən vacib məsələlərdən biri də komanda ilə işləmə bacarığıdır. Məhz bu tərz yarışların məqsədi də komanda şəklində işləmək, komanda şəklində fəaliyyət göstərmək və bu bacarıqları az da olsa sizlərə aşılamaqdır. Qısa şəkildə bizim bu müdavimləri Peşə Hazırlığı Departamentinin fəaliyyətindən bağlı tanış eləmək üçün sözü verim Peşə Hazırlığı Departamentinin əməkdaşı Zamin bəyə. Buyurun Zamin bəy. Çox sağ olun. Əvvəla hər kəsi salamlayıram, hər kəsə uğurlar. Mən Dövlət Məşğul Agentliyinin Peşə Hazırlığı Departamentinin əməkdaşı Zamin Ulusov və bizim əməkdaş Fərid Aslanlı iştirak edirik bu gün. Dövlət Məşğul Agentliyi olaraq bu peşə təhsili ilə bağlı bir çox özəl müəssisələrlə işləyirik və həm də peşə hazırlığı mərkəzlərindən işləyirik ki, işsiz və işə axtaran şəxsləri peşə hazırlığına cəlb eləyək və həmin vətəndaşları peşə hazırlığı müddətində təqaüdlə təmin eləyək. Çox xoşdur ki, bu gün burada belə bir situasiya ilə qarşılaşmışıq və çünki müdavimlərin də həvəsli şəkildə iştirakını müşahidə edirik və Handex rəhbərliyinə və əməkdaşlarına da təşəkkür edirik həm bu tip tədbiri keçirdiklərinə görə, həm də bizim bura dəvət elədiklərinə görə. Hər kəsə uğurlar. Çox sağ olun. Biz təşəkkür edirik gəldiyiniz üçün. Məncə sözü verək Kamal bəyə. Yoldaşlar, yarışın əsas məqsədi nədir? Komandanın adını tapan qrup qalib gəlmiş olacaq. Yəni bir nömrəli məqsəd burada komandanın adını tapmaqdır. Hal-hazırda qarşınızda gördüyünüz o 7 hərfli üçbucaq formasında olan kağızlarda ən axırda qrupun adını yazmalı olacaqsınız. Kim qrupun adını doğru birinci yazmış olsa, o da qalib elan olmuş olacaq. Həmin komanda. 4 nəfər bir növ qrup rəhbərləri hal-hazırda var. Hüseynova, Aydan, Ülvi və Nurid. Onlar birazdan öz komanda yoldaşlarını seçəcəklər. Aydın məsələdir ki, növbəli şəkildə bir-bir adlarını çəkmiş olacaqlar. Əlbəttə məqsədimiz, bir nömrəli məqsədimiz bu sahədə güvəndiyiniz iştirakçıları öz yanımıza qoşmaq olacaq. Çünki gələcəkdə qrup yoldaşı olaraq onlar sizə kömək etmiş olacaq. İki əsas mərhələ var. Mərhələ nədən ibarət? Birinci komandalar müəyyənləşir. Uyğun olaraq hələ ki siz sadəcə birinci, ikinci, üçüncü və dördüncü qrupsuz. Çünki adınız yoxdur, məsələn adınızı tapmalısınız. Bundan sonra iki mərhəli hissədə birincidə əsas ağırlıq Power BI-dədir, ikincidə isə Excel-dədir, proqramındadır. Bunu nəyə görə deyirəm? Çünki qrup təyin olunandan sonra da ikiyə bölünərək işləyəcəksiniz. Bu nə deməkdir? Tutaq ki, siz 4 nəfər əgər bir komandaya düşmüş olsanız, nümunə olaraq, qərar verirsiniz ki, kimlər birinci mərhələdə olacaq, kimlər ikinci mərhələdə olacaq. Birinci mərhələdə olanlar kompüterin arxasında əyləşirlər, digərləri isə o tərəfdə gözləyirlər. Test formasında bir suallar olmuş olacaq. Təxmini 22-23 civarında bir suallardır. O sualları cavablandıracaqsınız bəlli vaxt ərzində. Tutaq ki, deyirəm, 15 dəqiqə ona vaxt ayrılmış olacaq. 15 dəqiqə deməyək də 10 dəqiqə ona ayrılır. 10 dəqiqə vaxt tamamında siz sualları bitirəcəksiniz. Hər komanda neçə faiz uğurla tamamlamış olsa, onlara bəlli bir sözün müəyyən bir hərfləri vermiş olacaq. Tutaq ki, siz əgər misal üçün 60% yazmış olsanız, sizə 4 hərf verilmiş olacaq ya 5 hərf verilmiş olacaq. Onun əsasında tam sözü tapmalısınız. Həmin söz 8 hərfli olacaq. Bu 8 hərfli söz sizə az öncə yüklədiyim faylların, Excel fayllarının kodudur. Birinci komandanın işi, hansı ki oturur kompüterin arxasında, həmin sözü tapmaq, kodu daxil eləmək, fayl açılandan sonra isə durub yerdə qalan iştirakçılara yer vermək. Digər komanda yoldaşları başlayırlar Excel-də işləməyə. Excel-dəki taskların özəlliyi nədən ibarətdir? Orada da aşağı-yuxarı eyni prinsipdir, yəni hərflər üzərindən gedir də bir növ konsept, çünki qrup adı tapmalısınız. Orada niyə hal-hazırda qabağımızda kağızlar var və əlifba nömrələmələrindən bir növ belə deyim də siyahı sizə verilmiş olur. 7 task olmuş olacaq. Hər bir taskın cavabı uyğun bir hərfin sıra nömrəsidir əlifbada. Tutaq ki, siz əgər birinci tapşırığın həlli olaraq bir cavab almışsınızsa da, bu deməkdir ki, qrupumuzun adı A hərfindən başlayır. İkinci hərfi B tapmışsınızsa da, deməli ikinci hərfi B-dir. Aydın məsələdə orada işləyə bildiyiniz və işləyə bilməyəcəyiniz tapşırıqlar olmuş olacaq. Əgər 6-sını işləsəz, 5-ini işləsəz, ona uyğun artıq 7 hərfli sözü tamamlamalısınız. Düşünərək. Amma Excel test case'lərində də bir dənə əlavə belə bir çətinlik var ki, müəyyən bir müddətdən birinci tapşırıqdan 7-ci tapşırığa qədər şitlər itməyə başlayır. Yəni bu o deməkdir ki, siz onu ardıcıl həll eləməyə başlamalısınız.
tutaq ki, 7-ci tapşırıqdan əgər başlasaz işləməyə və müəyyən bir müddət onun tapşırığın üzərində qalsa, bir də görəcəksiniz 6 tapşırığın hamısı yoxa çıxdı və siz cəmi bir tapşırıq tapdınız. Ona görə də əsas məqsəd birinci tapşırıqdan uyğun olaraq işləmək. Əgər birinci tapşırığın üzərində çox qalsaz, misal üçün, o birisi tapşırığa keçmək istəyəndə görəcəksiniz 4 tapşırıq birdən yoxa çıxdı. Ona görə də ən qısa müddətdə və aydın məsələdir, bu müddətlər əvvəlcədən bilmisiniz. Ola bilər 3 dəqiqə, ola bilər 5 dəqiqə, ola bilər 2 dəqiqə hansısa bir кейsdə. Məqsədimiz tam sürətli bir şəkildə bunu icra etmək. Adları çəkdiyim qrup rəhbərləri gəlsinlər bura. İmkan varsa 2 nəfər orada dursun, 2 nəfər burada durmağa kifayət eləyər. Deməli, Hüseynova, Aydan, Nurid və Ülvü. Mahiyyət nədən ibarətdir? Məntiq etibarilə stolların ətrafını boş saxlaya bilərsiniz. Adların çəkilən yoldaşlar həmin adamın sadəcə belə deyək də yanına yaxınlaşmış olsun. Növbəli şəkildə onsuz da yerlərimiz də elə müəyyənləşmiş olacaq. Deməli, başlayaq elə şeydən də ardıcıl gedərək. Nurid. Okey. Ülvü kimi dedin? Eltac. Aydan. Okey. Deməli, Ayan. Dost dedim zaten. Deməli, Nurid, Rüfət, Ülvi, Eltac, Aydan, Bağırzadə, Aynur, Ayan. Hələ ki budur. Nurid, buyur, səndədir. Kim? Okey. Ülvi səndə. Fuad. Aydan səndə. Nərmin. Ləman. Nərgiz deyə. Nurid Nərgiz dedi. Ülvi nədir? Əllər qaldıraq kimin adları çəkilməyibsə də zəhmət olmasa. Məmmədova Səbinə. Məmmədova. Aydan. Qaldı, nətər qalmadı? Yox, sizin komandada olmaya bilər də, digərlərində var. Hə, əllər qaldıraq zəhmət olmasa. Kimi? Fatimə. Adını mən də unuduram da, o maraqlılarda. Aynur. Samiri götürdü. Başqa adam var ya? Yo, 2 nəfər qalıblar. Yox, oradan deyəndə səni götürüblər də o. Sən Nuridin komandasındasan. Deməli, kim qaldı? Kimi? Məhəmməd. Uydu. Samir, sən qaldın. Ona görə də dünyanın ən güclü komandasına getsən. Nuridin komandasına. Okey, indi mahiyyət nədir? Hər öz qrupun ətrafında əyləşsin, zəhmət olmasa. Ham okeydir, ham WhatsAppdadır. Göndərdim. 400 Aydan oxumadın. Hə, yəqin şey. Bəli, başlayın. 10 dəqiqə vaxt. İkinci mərhələnin başlamasından ötürü müəyyən bir kod tapılmalı idi. Söz 8 hərfli idi. Baxmayaraq ki, hal-hazırda bir qrupun 8 hərfin hamısı var, hələ də tapa bilməyib. Digər 5 hərf tapan şəxslər isə növbəti mərhələyə atlaya biliblər. Okey yoldaşlar. Yəni artıq qalibimiz olduğuna görə çox təəssüf ki, ikinci komandanın cavabını gözləməyə dəyməz.
Çünki ən yaxınlaşdıqları söz pəncişeş oldu. Səbir filan çıxırdı. Başqa heç nə yox. Çox təəssüf ki, o söz də deyildi, yəni biləsiz. Çox maraqlı bir şey oldu. Belə bilməyənlər üçün gedişatı mən biri daha deyim. Nə baş vermişdi gedişatda? Aydangilin komandası, hansı ki 3-cü qrupdur, ilk turda 7 hərf tapırlar və çox arxaincəsinə başlayırlar ki, daha 7-si bizdədir, 5-i cəmaatda, tapacağıq. Üstündən 2 dəqiqə keçir, eşim-eşinə tapanmır, həriyə bir hərf əlavə olunur və nəticədə bütün hərfləri əldə eləmiş olurlar. Bütün hərfləri olan şəxs demək olar ki, ən axırıncı sözü, demək olar yox, elə ən axırıncı sözü tapan oldu, doğrudurmu? Amma birinci qrupda, Nuriddin qrupunda, məncə Samir, yox, bəli. Xatırladım ki, özdə ilk bölgü çox önəmlidir. İndi sir deyil ki, hər qrupda belə o, necə deyirlər, qrupun bir əjdahası olur. Daim hər şey birinci dəfədən alınan, bir də bir neçə dəfəyə alındıra bilən şəxsi olur da. Söhbət həmişə кейslərdən gedir əlbəttə. İndi o qrupda da Samirdir və ona görə ən axırda belə Samir qalmışdı ki, bəli. Amma Nurid, görsən, qismət talih, ancaq yenə də hələ bilinmir ki, nəticə nə olacaq. Ondan sonra başlayır kim? Sizdə yoxsa sizə gəlirdi, bəli. Yəni, keyslərə ikinci başlayan şəxs olaraq pəncişeşdə dayandınız. Ancaq baxmayaraq ki, Aydangil ən axırda gəlib tapdılar, bekara qalmışdı. Xatırladım ki, bütün sözlər doğru tapılıb və bu da o deməkdir ki, İzdiham komandası qalib gəlir. Xahiş edirəm, ürəklə alqışlayaq, paxıllıq etməyək və məncə də komandanın hər bir üzvü xüsusilə Samiri təbrik eləməlidir və təşəkkürünü bildirməlidir. 100%. Özdə birinci qrupda 2 sözün ikisi də çətin idi. Yəni o, bəli, 2 sözün ikisi də çətin idi. Tolerant birincidə, düzdürmü? Tolerant birincidə, izdiham da ikincidə. Sizdə də güləyən sözdür, 2 saatı tapamısınız. 3 dənə var, yox. Həyəcana bax elə. Sizdəki söz nə idi? Səhv eləyib, daxınızı tapışır. Pəncərə sözüdür. Axırıncıda nə ediblər? 3 dənə sözü tam dəqiq bilirlər, altına xətt çəkiblər ki, bu dəqiqdir. Axırıncı hərfi ehtimallar verirlər. Sışıpılılığı gedirdi, orada bildiniz necə? Başdan ayağa. Heç biri də deyildi, ona görə pəncərə sözünü ignor eləmişlər. Bəli, izdiham. Və mən gözləmirdim ki, izdiham komandası qalib gələr. Gözləmirdim açığı. Yo, mən 5 hərfdən tolerantı tapmağımızı gözləmirdim ona görə. O daha belə maşlı sözü. Xeyr, ona görə mən burada sözümü bitirirəm. Yoldaşlar, rica, müzakirələri siz zaten bir yerdəsiz hələ, məncə uzun müddət eləyərsiniz. Nə? Hədiyyə təqdim eləmək. Mən hədiyyənin həmişə sürpriz olmağının tərəfdarıyam. Bəli. Doğrudan. Kimi? Samir, sən o günləri dedim, niyə tələsirdin ki? Hə də o gün deyirdim. Dedim nağ yoxdursa da bu bir şeydir da, belə işarədir. 3 saat oradan bura, buradan ora, 3-5 qəpik pul yığıb gedib. Qalib komandanı çağıraq, onda hədiyyələri siz təqdim eləyin. Olarmı? Niyə alqışlar yoxdur? Nurlan Sarıyev. Komandanın kapitanı, bütün qərarları anında və doğru vermiş şəxs Nurid Hüseynov. Təbriklər. Keç səni təbrik et. Təbrik edirəm.
Ora. Çox maraqlı və həyəcanlı yarış keçdi. Qalibləri təbrik edirəm. Bundan əlavə iştirakçıları da təbrik edirəm. Handex rəhbərliyinə də bu təşəbbüsə görə təşəkkür edirəm və bizi dəvət elədiklərinə görə də bir daha təşəkkür edirəm. Çox sağ olsunlar.